istemediğim bir dostum var. Yaşımıza bakmayarak valla Rafael'le həqiqi biz dost belə taytuş kimi görüşürük. Bilmirəm, mən bayaq onun özünə də dedim, elə buradan da deyirəm, mən Rafaeli çox istəyirəm. Nədənsə məndə bir xasiyyət var. İstedadlı adamları mən özümdən asılı olmayaraq çox istəyirəm. Həqiqi deyirəm. Rafael istedadla içərisi doludur, coşan bir sənətkardır, talantdır da, başdan ayağa talantdır. Rafael, çox sağ ol, minnətdaram. Gəlmisən, eşidən kimi gəlmisən, çox sağ ol. Mənə dedi, Yalçın bəy dedi ki, gələcək Rafael. Mən bilirdim gələcəksən, amma yenə sağ ol. Çünki 50 mindən eşin var sənin. Sənin ailə və can sağlığı, ailəlicə bayramınız mübarək olsun. Orucun qəbul olsun. Həmişə özümü xoşbəxt saymışam ki, cavan yaşından bizim korifeylərlə tərəf müqabili olmaq, çəkilmək, tamaşalarda dostluq eləmək mənə nəsib olub ki, onlardan biri də Valeh mənim, sənsən. Mən də sən xətrini çox istəyirəm. Bir tərəf müqabili kimi də çox istəyirəm. Çünki bir çox tamaşalarda biz səninlə tandem yaratmışıq. Bir insan kimi də xətrini çox istəyirəm. Və bu günə yenə deyirəm, bura gəlməyə bilməzdim. Allah sənə can sağlığı versin. Əksik olmayasan səhnəmizdən, elimizdən, obamızdan, əziz doğmalarımın yanında. Gün o gün olsun ki, nə bilim, 102 yaşlı qeyd eləyək. Ətrafında həmişə sən sevdiyin, səni sevən insanlar olsun. Və fürsətdən də istifadə edib bu gözəl bayramlar münasibəti ilə xalqımızı təbrik edirəm. Can sağlığı arzulayıram xalqımıza.